Qaydımızla gedir. Əla. Deməli, bugün nəydən başlayacaq? 2-ci ayın modul 3-cü dərsidir. Modul 3-dür. Deməli, modul 3-ün dərsi nədir? İlk öncə ondan başlayaq. Deməli, modul 3-ün dərsi, bircə saniyə, mən bunu düzəldim. Modul 3-ün dərsi backup bir də RAID anlayışıdır. Başlayaq backupdan. Backup, heç mən deməmişdən qabaq sizdən soruşuram. Nədir ümumiyyətlə? Yəni, backup nə deməkdir? Məlumatları götürürük. Hara götürürük? Backup. Kompüterdə olan məlumatların ehtiyat nüsxəsini yaradırıq. Götürmürük məlumatları. Nüsxə, backup, ingilis dilindən gəlib də. Backup, kopyalamaq bir növ. Və backup bir növ. Backup prosesi nəyə aiddir? Yadınızdadırsa əgər, biz 3-cü ya da 4-cü dərsimizdə ilk ayda keçmişdik. Backup prosesi software hissəsinin, proqram təminatı hissəsinin, sistem proqramlarının sistem proqramlarının servis hissəsinə aiddir. Sistem, çünki proqram təminatı bəli. Çünki proqram təminatı software hissəsi 3 yerə bölünürdü. Sistem idi, tətbiq idi, instrumental idi. Və özlüyündə sistem hissəsi də 2 yerə bölünürdü. Servis bir də baza var idi. Bazaya aid olanlar utilitlər idi, antiviruslar idi və s. Servisə aid olanlar da ki, bazaya aid olanlar Windows əməliyyat sistemi idi, əməliyyat şəbəkələrdir. Sistemə servisə aid olanlar da utilitlər idi, nə bilim, antiviruslar idi və s. və axır. Ona görə də bu backup hissəsi, backup həm də utilitdir. Utilit nə deməkdir? İstifadəçiyə geniş imkanlar yaradan bir təminat. İstifadəçi daha geniş imkanlar yaradır. Backup həm də bir utilitdir. Mən də backup'ın bax sadə, altındakı elmi açıqlaması amma sadə tərifini yazmışam backup'ın. Nədir sadə tərifi? Kompüterdə olan məlumatların, datanın, yəni ehtiyat nüsxəsinin başqa bir yerə kopyalanmasıdır. Ehtiyat nüsxəsinin hara? Başqa bir yerə kopyalanmasıdır. Buna deyirik backup prosesi. Yəni, backup prosesi sekcəsi ilə məhdudiyyət deyil. Məsələn, fikirləşməyin ki, ancaq kompüterdə olan məlumatlar. Backup hər yerdə var. Telefonunuzda backup məlumatları var, telefonunuzda olan məlumatları backup edirlər. Backup olunur, kopyalamaq. Kompüterdə ümumiyyətlə cihazlarda nə backup prosesi gedir. Backup prosesi avtomatik yerinə yetirilən bir prosesdir. Yəni, kompüterdə avtomatik yerinə yetirilən bir prosesdir. Buna deməli, haradan daxil olurlar backup'a? Windows 10-da, 11-də fərqli. Sizdə Windows 11 idi, səhv etmirəmsə, düzdür? Windows 11 nə idi? Home idi, yoxsa Pro idi? Pro, çox fərqi yoxdur. Onun çox fərqi yoxdur. Şeylə o qədər də. Home-la o qədər də fərqi yoxdur. Deməli, hissəsi harada idi? Backup-a haradan daxil? Deməli, backup Windows 10-da harada idi? Girirdik setting hissəsinə. Aha, siz də girin. Setting hissəsinə. Open settings. Deməli, məndə Windows və Update və Security hissəsi var. Sizdə isə Account hissəsində olmalıdır, səhv etmirəmsə. Account hissəsində olmalıdır. Bəli. Account hissəsində olmalıdır. Orada daxil olan account hissəsinə, baxın, File, Windows Update falan, Delivery Optimization, Windows Security, Troubleshoot, Recovery, Activation, cihazın tapılması və s. və ilaxır. Burada nə var? Files, Backup var. Bəli, Recovery var. Yox, Recovery var. Recovery, baxın budur. Recovery məlumatlarının geri qaytarılması. Bu Recovery hissəsidir. Bu da olmalıdır. Files, Backup olmalıdır. Burada Search hissəsi var. Buradan axtarıram bir dənə.
Niyə daxil oldu? Hə, daxil oldu. Məndə nəsə problem çıxarmasın. Tapdınız? Yox, yox, bir dəqiqə. O bilirsiz harda olacaq? Tapdınız? Windows. Bəli, bəli. Sayta girdi. Account hissəsində olmalıdır. İndi mən Windows account, sizdə çünki accountdadır. Orada şey ifadələr var. Məsələn, remember my apps olmalıdır. Sonra folder olmalıdır, OneDrive folder olmalıdır. Yəni accountdadır, 100% ki, accountdadır, başqa yerdə ola bilməz. Bəli, bəli, account içindədir. Məndə Windows yo. Windows account məndə security içindədir, update və security. Sizdə burada account olmalıdır, səhv etmirəmsə. Backup file backup'ı gördünüz? Hə, o bəli. Remember apps olmalıdır, preference olmalıdır, bir də folder science olmalıdır. Bunlar backup. Siz orada heç nəyə basmayın. Sadəcə mən backup'ın necə işlədiyini göstərim. O backup avtomatik olaraq hər bir proqramı avtomatik yadda saxlayır. Hə. Yo, siz eləmirsiniz. O default olaraq aktiv gəlir və backup edir hər bir prosesi. Yo. Əsas o hissəni gördünüz, yəni backup hissəsinə oradan daxil olurlar. Oradan default şey. Yo. Userdə backup nə gəzsin? Bəli, yeri həmişə nədir? Orada olur. Sonra davam eləyək. Yəni backup prosesi, bunu da ayıraq biz bunu. Aha, deməli. Backup ümumiyyətlə nə idi? Müəyyən cihazda kompüterdə xarici yaddaş qurğularından, enterprise storage-lərdən, fiziki yaxud virtual serverlərdən saxlanılan istifadə edən informasiyanın yadda saxladılması, qeydə alınması deməkdir. Nəyə görə backup lazımdır və backup harada saxlanılır? Bu iki hissədən ibarət olan bir informasiyadır. İlk öncə nəyə görə backup lazımdır? Bundan başlayaq. Çünki backup nəyə görə lazımdır? Birinci məsələ ondan ibarətdir ki, gündəlik informasiyada, ümumiyyətlə texnologiya cihazlarında, adı üstə texnologiya cihazda bu düzdür. Yəni hər an bir problem yaşana bilər. Nə bilim, belə fikirləşin də, anidən üzərinə nəsə dağıla bilər, bir maddə dağıla bilər, bir maye dağıla bilər, ani nə bilim oğurlana bilər, itə bilər və s. və axır bir çox halda başına hadisə gələ bilər. Bu zaman baş verdiyi halda nə olur? Sizin məlumatlarınız artıq ya oğurlana bilər, ya da ki məlumatlarınız ümumiyyətlə itə bilər də, düzdürmü? Bunun da qarşısını almaq üçün backup proseslərindən istifadə olunur. Hansı ki, belə fikirləşin ki, siz iki dənə eyni əşyanız var. Backup o deməkdir. İki dənə eyni əşyanız var. Birəbir eyni. Birinin başına bir şey gəlsə, digərindən istifadə edəcəksiniz. Nə bilim, evin iki dənə açarı var. Birini itirsəz, ikincinə daxil olacaqsınız. Heç bir fərqi olmayacaq. Ona görə backup prosesi buna görədir. Yəni məsələn baxın, backup prosesinin şeyləri nədir? Nəyə görə ehtiyac duyulur? Gəlir. Məsələn, faylı sərfən sildiniz. İndi insan da faylı əli dəydi, sərfən delete elədi, getdi.
Bir də o qədər yazı yazmışdı, hepsi. Bir də gəl onu təzədən axtar, təzədən yaz, tap. Ondan sonra backupdan onun neysə geri qaytarırsınız. Sonra nə bilim, elektriyin kəsilməsi, anidən elektriyin kəsilməsi zamanı bütün məlumatınız itdi. Avtomatik olan neysə backupdan geri qaytarırsınız. Nəm sistemin crash olması, yəni sistemin dağılması. Nəm kompüterdə düşdü əlinizdən sındı, parçalandı. Avtomatik olan sizin eləməsi məlumatı geri qaytarmaz. Buna görə də nədir? Backup prosesindən istifadə eləməlisiniz. Aydın oldu, nəyə görə backup vacibdir və nəyə görə backupdan istifadə etmək mütləqdir? Bəli, bəli, mütləq şəkildə. Həmişə deyəndə baxıram, əslində backup avtomatik olaraq save eləyir, o heç. Baxır məlumata da. Yəni məlumat əgər vacibsə, tutalım belə fikirləşin. Bir dənə şey, internetdə olan bir şəkildə onu yeni backup eləyəsiniz. Silinəcək yeri internetdən yenə tapacaqsınız. Yəni internetdə olan bir şəklin neyini? Sen eləyirsiniz, backup eləyirsiniz. Ona görə internetdə olan bir şey backup eləməyin adı yoxdur. Ona görə nədir? Backup prosesi mütləq şəkildə vacib olan bir prosesdir. Ona görə nədir? Belə bir prosesdir. Və ikinci sənədi backup harada saxlanılır? Backup, lokal backup nədir? Lokal backup sizin kompüterinizin daxilində olan backupdır. Backupın saxlanmasının bir sıra üsulları var. Lokal backup nədir? Lokal backup sizin kompüterinizin yalnız ki biz bayaq baxdıq, onun daxilində olan backupdır. Hə. Bəli, bəli. O lokal backup harda saxlanıla bilər? Bircə saniyə bunu dəyişim. O lokal backup deməli harda saxlanıla bilər? External hard diskdə. External hard disk bilirsiniz nədir? Xarici hard diskdə. Hansı ki hard diski nə edirlər? Xarici kabel vasitəsilə onu bir dənə göstərim mən sizə. Bəli, içinə daxilləmirsiniz də bir növ. Onu mən sizə göstərim şəklini. External hard disk. İnternet niyə zəiflədi? External hard disk nədir? O sona qədər mən danışım. External hard disk o deməkdir ki, external hard disk çöldən qoşulan hard disk çöldən qoş. Kənardan qoşulan hard diskdir. Buna deyirlər external. External xarici deməkdir. Internal var, bir də external var da. External impact, internal impactlər var. Externallar nə deməkdir? Xarici deməkdir. Yəni xaricdən qoşulan hard disklər. Xaricdən qoşulan nələr? Xaricdən qoşulan hard disklər. Hard disklər. Buna deyirlər external hard disk. Bunun vasitəsilə nə edirsiniz? Elə bir ki, həm kompüteriniz içində olmuş ola bilər, həm də oradan savayı neysə hard diskin içinə yazırsınız. Elə bir növ ki, göndərirsiniz. Yəni bir növ siz nədir? Elə baxın onu da yazmışam. Flash kart, USB flash. Flash kartın içinə atırsınız. Bəli, bəli, bəli. Bir növ flash kart kimi daşına bilən bir də işte portable'dır, daşına biləndir. Sonra NAS nədir? Network Attached Storage'dir. Yəni belə deyək. Bir saniyə bunu düzəldim. Hə. Yəni nədir? Şəbəkəyə qoşulan faylları mərkəzi şəkildə saxlamaq üçündür. Yəni nə deməkdir?
bir növ NAS, sizə belə izah edeyim. Xarici bir network, yəni şəbəkə qovluğudur. Xarici bir qovluqdur. NAS-ın içinə atırsınız. Atıb o faylını, elə ki bir növ qovluqdur, xaricdə saxlanılır da. Onun içinə bütün məlumatı göndərib orada saxlayırsınız backup prosesini. Aha, aha, bəli, bəli. Yox, neyi taxılır onu başa düşmədim. Yox. O şey, yo. O nədir? O bir saniyə. Hə, o nədir? O bir nədir? O artıq bir diskdir. Bir bəli, hazır. Ya hazır bir diskdir. Yəni onu taxıb eləmirsə hazırdır. Ona deyirlər NAT. Bəli, bəli, şəbəkəyə görədir. Şəbəkə. Amma external hard disk fərqi yoxdur və yaxud da external hard diskin digər adı deyəndə vəzifəsini icra edən digəri isə USB belləkdir, USB flash kartlardır. Hı. Yəni nədir? Onu icra eləyir. Sonra var cloud backuplar var. Cloud backuplar nədir? Cloud backuplar hə. Cloud backuplar elə bir backup sistemidir ki, o cloud backuplar. Ümumiyyətlə oradan nə üçün istifadə olunur? Oradan məsələn belə deyək, bir növ məsələn Google Drive-dır, Cloud-dur, OneDrive-dır, Azure-dir. Bir sistemdir. Yəni öz daxilində. Məsələn Google Drive-ı bilirsiniz də, düzdür? Drive-da açma. Bax, bəli. Yəni öz serverin içində olan bir funksiyadır. Yəni çöldən daxırsın nə bir şey. Serverin içində olan bir funksiyadır. Serverin içində olan bir funksiyadır. Bəli. Serverin içində olan bir şeydir. Offline tape backuplar nədir? Böyük şirkətlərdə istifadə olunandır. Bunun şəklini mən sizə göstərim bircə saniyə. Kopyaladım yəqin ki onu mən. Kopyalamadım ki. Baxın. Bu formadadır və böyük şirkətlərdə tape formasında, kaset formasındadır. Məlumatlar hər biri ötürülür o kasetlərə və gündəlik şəkildə qeyd olunurdu hansı məlumat hara getdi. Sonra lazım olduqca indi işdə əsl cihazın orijinal məlumatın başına bir şey gəlsə, oradan çıxarılır, istifadə olunur bunlardan. Yəni onun yerinə nə edir? Əvəz olur bir növ. Bəli, dayanmadan məlumatlar yüklənir. Və nə və backup'ın son hissəsi nədir? Backup'ın növləri var. Full backup var, incremental backup var və differential backup var. Full backup nədir? Full backup bütün datanı kopyalayır. Bütün datanı kopyalayır. Bunun üstünlükləri nələrdir? Üstünlüklər odur ki, datan, yəni tam təhlükəsizdir. Qorxu yoxdur ki, hə, bu silində bu nə olacaq, buna el, bu silsən bu nə olacaq. Bütün nə yazsansa başdan ayağa kopyalayır. Amma mənfisi nədir? Dəhşət çox yer tutacaq. Çünki niyə təsəvvürlə bir var, bir dənə şəkli kopyalayasan, bir də var ki, 10 dənə şəkli kopyalasan, hansı daha çox yer tutar? Təbii ki də 10 dənə olanda, düzdür. Sonra uzun vaxt aparır, çünki 1 meqabayt şəkildir, onu kopyalamaq olsun lap 10 saniyə. Hə bir də var 10 dənə 1 meqabayt olacaq 10 meqabayt. 10 qat da işin olacaq.
artmış olacaq. Sonra var incremental backuplar var. Incremental backuplar nə işə yarayır? Son backupdan sonra dəyişən faylları kopyalayır. Yəni nədir? Son backupdan sonra dəyişən ancaq bunu diqqətlə var. Bir var incremental backup, bir də var differential backuplar. Bu incremental backuplar son backupdan sonra dəyişən faylları kopyalayır. Məsələn, sən bir dənə kompüterdə dəyişiklik elədin, ondan sonra bir fayl yaratdın və yaxud da o faylı sildin. Həmin əməliyyatı ancaq faylda olan prosesləri kopyalayacaq. Amma differential backupda isə məsələn, bir dənə əməliyyat yerinə yetirdin, ondan sonra bir dənə şəkil sildin, video sildin, nə bilim, belə fikirləşib proqram sildin, ümumiyyətlə nə etdinsə, avtomatik hər şeyi kopyalayır. Amma burada isə ancaq faylı, yəni fayldan başqa tutalım da faylda bir dənə qovluğu sildin, bir dənə şəkli sildin, o kopyalayacaq, geri qaytara bilərsən. Amma fayldan savayı nə bilim girdin bir dənə tutalım da belə fikirləş ki, faylla əlaqəsi olmayan nə etdin? Oyun sildin. Yəni onu geri qaytarmayacaq. Nə bilim video sildin, onu geri qaytarmayacaq. Ancaq faylla gördüyün prosesləri geri qaytaracaq və yaxud da ki, nə edəcək, davamı gətirəcək. Ancaq faylda. Amma differentialda isə bütün hər şeyi, yəni fayla ehtiyac olmadan bütün hər şeyi geri gətirəcək, davam elətdirəcək. Bəli, bəli, bəli. Differentialda qarşı olacaq. İndi bax deyirəm, bizə saniyə bunu dəyişin, bunu dəyişin. Bunu dəyişin bizə saniyə. Hə. Siz nə soruşdunuz? Bunu siz eləmirsiniz. Bunu avtomatik olaraq bu adətən serverlərə tətbiq olunur. Bunun avtomatik olaraq server quraşdırılmamışdan əvvəl orada seçim gəlir ki, full backup olsun. Bundan ümumiyyətlə istifadə olunmur. Incremental ya differential backupdan. Ən çox istifadə olunan full backupdır. Niyə? Şirkət sənayesində, ümumiyyətlə şirkətdə nədir, lazımsız bir informasiya olmur. Ona görə bütün hər şeyin backup olunması vacibdir. Ona görə bunlarda daha çox nə full backupdan istifadə olunur. Incremental, differential backuplarda ümumiyyətlə demək olar çox nadir hallardır və ümumiyyətlə onun sahələri çox qıtdır belə deyək, çox qıt bir sahədə istifadə olunur. Ən çox istifadə olunan nədir? Full backup növüdür. Bəli, bəli, bəli. Bir növ elə. Bəli, elə götürülür. Elə götürülür. Aydın oldu bu hissə. Lap yaxşı. İndi keçirik nəyə? İndi keçirik də gözləyin, baxaq görək. Qeyd. Gedir. İndi keçirik RAID hissəsinə. RAID nə deməkdir? RAID, Redundant Array of Independent Disk. Yəni RAID bir neçə hard diskin bir sistem kimi işləməsidir. RAID bir neçə hard diskin bir sistem kimi işləməsidir. Baxın burada RAID-i sadə dillə izahını. Şəklini göstərin, baxın RAID belə bir şeydir. Bu şəkillərdə indi gəldim hər birinin istifadəsinə ki, RAID nədir? Yəni ümumiyyətlə nə üçün istifadə olunur? Bu ilk öncə bunu mən dəyişim. Bizə saniyə.
deməli. RAID bunu dəyişdim. Deməli, RAID-in açılışı da odur ki, Redundant Array of Independent Disk. Bir neçə sərt diski, hard disk və yaxud da ki SSD-ni birlikdə işləməyi texnologiyası. Yəni belə deyək ki, 2 dənə belə fikirləşin. İkisinin 2 dənə və yaxud da daha çox diskiniz var. Bu RAID bu diskləri elə birləşdirir ki, məlumatlar daha sürətli yazılıb oxunur və yaxud da ki, məlumatlar itirilməsin. Yəni xarab olsa belə istifadə oluna bilsin. Yəni sizin 2 dənə hard diskiniz var. Ən yaxşı bunu belə görsəl kimi nədir? Çəkməkdir. Nə idi proqram? Paint idi. Niyə dondu ki? Dolub boşaldaq da. Dolub boşaldaq. Bir saniyə. Nə üsul? Paint. Hə, yox, indi lazımdır, restart gedər. Deməli, baxın, RAID anlayışı nədir? RAID anlayışında təsəvvür edin ki, sizin 2 dənə hard diskiniz var, 2 dənə hard diskiniz var və o diskləri RAID vasitəsilə elə quraşdırılıb ki, o disklər RAID vasitəsilə elə quraşdırılıb ki, siz eyni vaxtda o disklərdən nə edə bilirsiniz? İstifadə edə bilirsiniz. Eyni vaxtda o disklərdən istifadə edə bilirsiniz. Elə quraşdırılıb. Eyni vaxtda istifadə edə bilirsiniz. Buna deyirlər RAID anlayışı. Bu da hard diskdir, bu da hard diskdir. Bunlara deyirlər nə? RAID, bu da hard diskdir, bu da hard diskdir. Bunlara deyirlər RAID anlayışı. Bunlara nə deyirlər? RAID anlayışı. Yəni RAID anlayışı nədir? Sizin 2 dənə hard disk və yaxud da 2 dənə SSD-nizi eyni vaxtda istifadə etməyinizə şərait yaradır. Eyni vaxtda 2 dənə və yaxud da 2 və daha çox deyək, 2 və daha çox diskinizi elə birləşdirir ki, məlumatlar daha sürətli yazılıb oxunur və məlumatların itirilməsinin qarşısını alır. Buna deyirlər RAID anlayışı. Məlumatların qarşısını alır. Yəni eyni vaxtda işləməsini kömək. Yəni belə fikirləşin ki, bir insan eyni vaxtda 2 dənə maşın sürür. Belə. Yəni qaba bir nümunə beləsi olsa, eyni vaxtda 2 dənə maşın sürür. Bu olur nə? RAID anlayışı. Amma bu indi RAID anlayışının növləri var. Nədir bu? Birinci ilk öncə qeydə baxaq. Qeydimiz gedir. Gedir. Bu RAID anlayışının növləri var. Növləri nədir? Başlayırıq RAID 1-dən. RAID 1-dən. Ən çox istifadə olunanlardan biri RAID 1-dir. Nə deməkdir RAID 1? RAID 1 mirror effektidir. Mirror nə deməkdir? Güzgü. Yəni siz sol tərəfdə nə edirsinizsə, sol tərəfdə. Bizə saniyə. Sol tərəfdə nə edirsinizsə, burada nə edirsinizsə, sağ tərəfdə də onu kopyalayır. Burada nə edirsinizsə, burada da onu kopyalayır. RAID 1-də. RAID 1-də. RAID 1-də yoxsa bu RAID 0 qoymamışam ki, mənim mirror effektini bircə saniyə. Düz mirror RAID 1-də. RAID, yəni burada nə edirsinizsə, bir də demir, RAID 0-da olur, birincisi RAID 0-da, strippingdə. Yəni burada nə edirsinizsə, bir də onu kopyalayır. Yəni sol tərəfdə nə edirsinizsə və ya da sağ tərəf, baxın,
Nə yazdı burada? Bərabərdir. Yəni burada tutalım nə bilim. Bir dənə şəkil sildiniz, buradan da bir dənə şəkil silindi. Burada 2 dənə sildiniz, buradan da 2 dənə silinəcək. Yəni burada nə edirsinizsə, nə edirsiniz? Burada da onu kopyalayır. Hə, bunun mənfisi bilirsiniz nədir? Bunun mənfisi odur ki, əgər bu diskə nəsə olsa, ya sola, ya sağa, bütün məlumatınız getdi. Bəli. Yox, yox, yox. Bir dənə disk sıradan çıxdı, bir dənə disk sıradan çıxdı. Bir dənə disk. Baxın, bir disk belə sıradan çıxsa, bütün məlumatlar itir. Bir dənə disk getdi, bütün məlumatlarınız itəcək. Bir dənə disk sıradan çıxdı, bütün məlumatlarınız nə olur? Yox, 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 yox. RAID-də 2 dənə disk istifadə olunur, 3-cü disk olmur. Hə, OJ girir nəyə? OJ girir RAID 5-ə. RAID 5-ə 4 dənə disk, 3 dənə disk, hətta 4 dənə diskə belə deyil. Bu gelir. Amma RAID-də bir dənə diskə nəsə oldu, bütün məlumat avtomatik olaraq gedir, silinir. Onu geri qaytarmaq olmaz. Bəli, bəli. Ona görə praktikada bircə saniyə. Bunu düzəldim. Hı. Aha. Deməli nədir? Bir dənə disk sıradan çıxdısa, avtomatik olaraq gedir. Bəli. Bəli, təzədən ona məlumat silinir. Yəni o məlumatı geri qaytarmaq olmur. Məlumat silinir. Yox, praktikada əsasən bundan istifadə olunmur. Praktikada bundan istifadə olunmur adətən. Bundan istifadə olunmur praktikada. Yəni RAID 0-dan istifadə olunur. Çünki RAID 0-da bir nəsə olsa, avtomatik olaraq nə olur? Bütün məlumat gedir. Bir dənəsinə nəsə olsa. Sonra keçirik nəyə? Keçirik RAID 5-ə. RAID 5-də necədir Vüqar bəy? RAID 5-də olan proses necədir? Bir dənə mən kayda baxaq. Hə, gedir. RAID 5-də necədir? RAID 5-də ondan ibarətdir ki, ən çox istifadə olunandır. Yəni minimal şəkildə 3 dənə disk lazımdır. Minimal 3 dənə disk lazımdır RAID 5-də. Bir disk sıradan çıxsa, sistem işləyir. Yəni bunun belə deyək, problemi deməyək, üstünlüyü odur ki, bir dənə disk sıradan çıxsa belə işləyən məlumatlar paritet, yəni yoxlama blokları disklər arasında paylanır. Yəni nə deməkdir bu? Yəni sizin bir diskiniz, məsələn 0 diskiniz sıradan çıxdı, 1 diskiniz sıradan çıxdı, nə bilim 5 diskiniz, 3 diskiniz sıradan çıxdı, avtomatik digər disklər işləyir. Digər disklər işləyir. Minimal şəkildə 3 dənə lazımdır burada. Minimal şəkildə nədir? 3 dənə lazımdır minimal şəkildə. Yəni bir dənə diskin sıradan çıxmağı problem deyil, amma bunun da öz mənfisi var. Mənfisi nədir? Setup var. Diskin sayı nə qədər artırsa, onu setup, yəni qurmaq, quraşdırmaq bir o qədər çətin olur. Onu qurub quraşdırmaq bir o qədər çətin. Çünki RAID-ləri bir-bir yazmaq, onları konfiqurasiya eləmək bir növ nə olur? Daha çətin bir proses halına gəlir. Daha çətin proses halına gəlir. Keçir RAID 6-ya. RAID 6-da double parity var. Eynən RAID 5-ə bənzəyir. Amma double parity nədir? Sizin bir dənə diskinizdə
sıradan çıxsa, 2 dənə diskiniz, amma burada elə problem var ki, 2 dənə diskiniz sıradan çıxsa işləmir ha bu. 2 dənə diskiniz sıradan çıxsa işləmir. Amma RAID, baxın, RAID altında double parity yazılı var. 2 dənə diskiniz sıradan çıxsa, qalan 3 dənəsi işləyə bilər. Minimal şəkildə 4 dənə lazımdır bunun üçün. Bəli, bəli, bəli. Bəli. Bəli, yəni işləmir. Yəni burada ikisi getsə, 2 dənəsi olsa, avtomatik olaraq sıradan çıxır. İşləməyəcək. Bəli. Hı -hı. Necə ki, ən çox necə ki, onun sualı başa düşmədim. Diskin özündə olur. Bəli, bəli. Bizdə manual şəkildə də olur. Manual şəkildə hindli deyil, burada praktikası burdadır. Manual şəkildə gələn dərslərdədir ki, onun manualı necədir? Olur, olur, olur. Bəli, manual şəkildə olur. Manual şəkildə olar, mövcuddur. Diskin nəyi? Necə ki, klonunu. Backuplayırsan da onsuz da. Yox, backuplayır. Olar. Olar, mümkündür. Mümkündür, mümkündür. Necə? Eyni şeydə də backupladınız, klonladınız. Hı -hı. Hə, eyni prosesi yerinə yetirir. Ona görə nədir? Fərqi yoxdur. Ən çox istifadə olunan, dediyim kimi, RAID nədir? 5-dir. Şeylər ən çox istifadə olunan RAID 5-dir. Sonra son olaraq nə var? Son olaraq var. RAID 10 deyil bu. Bir dənə buna baxaq. RAID 10 deyil bu. RAID 1 və 0-dır. Bu RAID 10 kimi olar. RAID 10 deyil. 1 və 0-dır. Yəni RAID 1 ilə RAID 0-ın birləşməsidir. RAID 1 ilə RAID 0-ın birləşməsidir. Nə deməkdir? RAID nə deməkdir o? Onu izah edeyim sizə. O deməkdir ki, RAID 1 ilə RAID, yəni həm güzgü eləyir, həm güzgü eləyir. Yəni RAID 1-də necə idi, bu necə idisə, bu da eləyir, düzdür?
həm güzgüləyir də. Baxın, üstünlüyü həm çox sürətlidir, RAID 1 və 0, həm də verilənlər bazası server üçün idealdır. Həm güzgülür, həm də sürətli formada istifadə edir, işləyir. Və bunun üçün də minimal şəkildə 4 dənə disk lazımdır və RAID sayda 1 və 0-da, məsələn, RAID 1-də necə idi? Bir dənə disk sıradan çıxsa avtomatik digəri işləmirdi, düzdür? Amma burada elə bir proses yoxdur. Elə bir hadisə yoxdur. Yox, yox, yox. Ötürə bilir. Yəni nədir? Ümumiyyətlə RAID-dən 1 və 0-dan istifadə olunmur. Yəni necə? Çünki çox baha başa gəlir, onun konfiqurasiyasıdır, quraşdırılmasıdır falandır. Ən çox istifadə olunan RAID 5-dir. İndi deyə bilərsiniz RAID 6-dan niyə istifadə olunmur? Çünki iş yerlərində ümumiyyətlə red hallarda olur ki, bir diskdən yanaşı 2 disk də sıradan çıxsın. Yəni bir diskin sıradan çıxması tamam normal situasiyadır. Amma eyni vaxtda həm 1, həm 2 diskin sıradan çıxması biraz red başlanan bir prosesdir. Yəni ona görə RAID 5-dən istifadə olunur. Çox vaxt RAID 6-dan çox yox, RAID 5-dən nə olur? İstifadə olunur. RAID-dən də niyə istifadə edilir? Data təhlükəsizliyi üçün, sürət üçün, stabil sistem üçün və s. Bunları qoruyub saxlamaq üçün nə edirik? RAID funksiyasından istifadə